Əgər məndən soruşsaydılar ki, Qarabağ haqqında tədqiqat yazmış müəlliflər içində Qarabağ müharibəsini özün, sən düşünmədən birinci kimin adını çəkə bilərsən, ağlıma gələn bir neçə imzadan biri şübhəsiz ki, Sadə xanım Şərqov olacaq. Bu yaxınlarda da biz onun Xalçaçılıq muzeyində möhtəşəm təqdimatı oldu, Sabir Rüstəmxanın iştirakı ilə. Amma məndən soruşsaydılar ki, bəs Qarabağ mövzusunda yazan, xüsusilə də roman müəllifləri arasında kimin adını düşünmədən birinci çəkə bilərsən, ilk ağlıma gələn müəlliflərdən biri Zəngulə romanının müəllifi, çox hörmətli Müşabə xanım Məmmədli olardı. Mən böyük məmnuniyyətlə Qarabağ haqqında Zəngulə səviyyəsində bir fəryad qoparan və Azərbaycan ağrılarını dünyaya çatdırmaq istəyən Müşabə xanıma söz verir. Sadə xanım haqqında o qədər söz demiyorlar ki, amma bizim vaxtımız düşdü. Sadə xanımın sadəcə olaraq duruşu, oturuşu, baxışı xanımlar xanımına xəbər verir. Mən Sadə xanımı 20 ildən çox tanıyıram, amma əvvəlcə onun qızının 9 yaşında şeir kitabının təqdimatını eləmişəm. Rəhmətli Füzurat xanım Köçərvadına kitabxanada uşaq kitabxanasında. O vaxt Yalçı Qadınlar jurnalının hansı ki baş redaktörü təsdiqsi mənəm. Sadə xanımın hissə-hissə, sıra-sıra hekayələrini çap edir, çox böyük həvəsdir. Çünki hamısı bir-birinin gözəliydi, bir-birinin dəyərliydi. Və deyirsiniz, tez-tez deyirsiniz, üç xanım. Hansısa alim deyibdir ki, o alimlərin adını əsirtmək, o qədər yaxşı deyirsin ki, mən utandım. Deyirəm, bir də səhvə yol verərəm, onun üçün hansısa alim deyirəm. Deyir ki, qadının qadını tərifləməsi ölüm şimşəyidir. Ancaq qadının qadını tərifləməsi çox böyük məhəbbətdir. Burada məndən başqa da Qarabağ mövzusunda çox güclü roman yazan bir müəllifə var, Mahir Ağullah. Mən demədim, siz yeganəsiz dedik, o ki ağlıma gələnlərdən biri. Deməsən keçə bilmərəm. Onun o əsəri haqqında mən o qədər böyük həvəslə yazmışam ki, elə bir ki, bir romanın içine bir roman sığdırmaq istəmişəm. Bizim istedadlı xanımlarımız çoxdur və bugün mən sevinirəm ki, üçünün birdən adı çəkilir. Məzər xanım mənim sevdiklərimdəndir. İki dəqiqə var. Sadə xanımı dedim. Sadə xanımı həmişə gəç hesab edirəm. Ona görə onun adını istəyirəm biraz geç çəkən. Zakirə xanımı da eşitmişdim adını, ancaq ilk dəfə bir görürəm. İş budur ki, maraqlı budur ki, xanımlar özünü təmsil edir, çirkin xanım yoxluğuna görə ki, təmsil edir əsərləri ilə, sözləri ilə, hərəkətləri ilə və ona görə də mən buradakı bütün xanımları bağlıma basıram, öpürəm, sevirəm, ürəyim bax yerindən çıxır ki, nə qədər tərifləyirlər bizi nə qədər tərifləyirlər, söz tapırlar, sıxışdıra bilmirlər içlərinə, ağızlarına, gör bu nə qədər gözəllikdir. Çox sağ olun, mən söz verirəm. Siz də tərif verin, bütün xanımları tərif. Çox sağ olun. Müşabə xanım, sizdən yeni romanlar gözləyirik. Son zamanlar yeni əsərlərinizi görmürük. Yanlarına çıxdı. Təqdimat keçirin, təqdim edin. Mən deyə bilmirəm.